Təzəcə evlənmiş ər-arvad bağ dayanacağının platformasında var-gəl edirdi. Kişi qadının belini qucaqlamışdı, qadınsa ona sığınmışdı. Onların hər ikisi xoşbəxt idi. Bulut laylarının arxasından ay onlara baxırdı. Qaş-qabağını tökmüşdü. Elə bil özünün darıxdırıcı lazımsız bakirəliyindən dilxor olurdu, utanırdı. Donuk havanı yasəmən və meşə cilasının ətri bürümüşdü. Dəmir yolundan uzaqlardan çəkçəkinin qışqırığı eşidildi. Qadın, "Nə yaxşıdır Saşa, nə yaxşıdır" dedi. Doğrudan da adama elə gəlir ki, bütün bunların hamısı yuxudur. Bir gör bu çolluq adama necə mehriban baxır, necə rahat baxır. Bu möhtərəm, qaradinməz teleqraf dirəkləri bir gör necə xoşagəlimlidir. Landşaftı canlandıran da bu teleqraf dirəkləridir. Haradasa yaşayan insanların mədəniyyətin varlığından xəbər verən də. Uzaqdan gələn qatarın tıqqıldısını küləyin sənə çatdırması məgər xoşuna gəlmir? Gəlir, əlbəttə gəlir. Amma əllərin yaman istidir ha. Həyəcanlanırsan, ondandır var ya. Şama nə hazırlayıblar? Ovduq və cücə. Cücə içimizə də bəsdir. Şəhərdən sənə balıq gətiriblər. Ay, küskün adamlar kimi buludların arxasında gizləndi. İnsanların xoşbəxtliyi ona özünün yalqızlığını, meşələr, vadilər boyunca uzanmış yatağının tənhalığını xatırladırdı. Qatar gəlir, var ya dilləndi. Gör nə yaxşıdır. Uzaqdan 3 odlu göz göründü. Dayanacağın rəisi platformaya çıxdı. Qaranlıqda reslər boyunca odlu işarələr sayrışırdı. Saşa qatarı yola salıb evə gedək deyib əsnədi. Yaxşı yaşayırıq var ya, o qədər yaxşı yaşayırıq ki, adamın inanmağı da gəlmir. Qara bədheybət sakitcə platformaya yaxınlaşıb dayandı. Yarı qaranlıq vaqon pəncərələrindən yuxulu sifətlər, şilyapalar, çiyinlər göründü. Vaqonların birindən səs eşidildi. Oy, oy, var ya əri ilə bizi qarşılamağa gəlibdi. Odur bax, onlardır. Varenka, Vareçka, oy. Vaqondan 2 qız çıxıb Varyanın boynuna sarıldılar. Onlardan sonra dolu, yaşlı bir xanım, xırda bakembartları çallaşmış uzun, arıq cənab, sonra yüklə şələlənmiş 2 gimnazist, gimnazistlərdən sonra mürəbbiyə, mürəbbiyədən sonra nənə göründü. Bu da biz dostum. Xırda bakembartlı cənab Saşanın əlini sıxaraq dilləndi. Deyəsən, gözləməkdən bezmisən. Yəqin dayını söyürdün ki, görünmür, gəlib getmir. Kolya, Kosya, Nina, Fifa, uşaqlar, dayıoğlu Saşanı öpün. Köklü köməkli 3-4 günlüyünə sizə gəlmişik. Güman edirəm ki, sizi narahat etmərik. Sən, xahiş edirəm utanma. Dayını ailəsi ilə birlikdə görən ər-arvadı dəhşət bürüdü. Dayısının başının görüşüb danışmağa qarışdığı müddətdə Saşa təsəvvürünə gətirdi ki, budur, ər-arvad evlərinin 3 otağını, balışlarını, adyallarını qonaqlara verirlər. Balıq və ovduq bir andaca yeyilib qurtarır. Day uşaqları gül çiçəyi qırırlar, mürəkkəbi dağıdırlar, çığır-bağır salırlar. Xala bütün günü xəstəliyindən, soliter və çanaq nahiyəsindəki ağrılardan və əslən Baronessa von Fintix nəslindən olmasından danışır. Saşa artıq cavan arvadına nifrətlə baxırdı. Üzünü ona tutub qəzəblə dilləndi. Onlar sənin yanına gəliblər. Allah onlara lənət eləsin. Yox, sənin. Varya ağararaq nifrətlə və acıqla cavab verdi. Onlar mənim qohumlarım deyil, sənin qohumlarındır. Sonra qonaqlara sarı dönərək gülər üzlə dedi. Xoş gəlmisiniz. Buludların arxasından ay yenidən göründü. O elə bir gülümsəyirdi, sanki qohumların olmaması ona ləzzət verirdi. Qonaqlar acıqlı, ümidsizlik yağan sir sifətini görməsinlər deyə Saşa üzünü yana çevirdi. Səsinə şən, xoş ifadə verərək dedi. Xoş gəlmisiniz əziz qonaqlar.